Samsung orta segmentdə yeni Galaxy A27 modelini rəsmi olaraq təqdim etdi və bu cihaz gətirdiyi yeniliklərlə diqqətləri üzərinə çəkməyə bacardı. İlk baxışda ən böyük dəyişiklik telefonun dizaynında özünü göstərir. Galaxy A20 seriyasında ilk dəfə olaraq U şəkilli kamera kəsiyi tamamilə ləğv edilib və yerini müasir Punch Hole, yəni Infinity O dizaynına verib. Telefondakı yenilik təkcə bu deyil, ekranın çərçivələri də əvvəlki modellərdən gözə çarpan dərəcədə kiçildilib. Bu incə çərçivələr sayəsində qarşımızda Full HD Plus təsvir ölçülü, 120 Hz yenilənmə tezliyinə sahib, gözəl bir Super AMOLED ekran var. Üstəlik bu parlaq ekran cızıqlara və zərbələrə qarşı Corning Gorilla Glass Victus Plus şüşə ilə qorunur. Telefon 7,8 mm qalınlığında gövdəyə və 200 qram çəkiyə malikdir. Qara, mavi, açıq yaşıl və açıq çəhrayı rəng seçimləri ilə gələn bu model həm vizual olaraq göz oxşayır, həm də əldə tutuş hissiyatı çox gözəldir. Performans tərəfində Samsung bu dəfə A27 modelində Qualcomm-un Snapdragon 6 Gen 3 prosesoruna yer verib. Bu chipset əvvəlki nəslin Exynos prosesorla müqayisədə daha sürətli işləyir və daha sürətli qrafik performansı təklif edir. Cihazda istifadə olunan LPDDR5X operativ yaddaşı ilə məlumat ötürmə sürəti daha da yüksəldilib. Yaddaş seçimlərinə gəldikdə 6 və ya 8 GB operativ yaddaş ilə yanaşı 128 və ya 256 GB-lıq sürətli UFS 3.1 daxili yaddaş təqdim olunur. Telefon yaddaşını artırmaq üçün isə microSD kart yuvası qorunub saxlanılıb. Kamera bölməsində bizi arxa tərəfdə üçlü sistem qarşılayır. Optik görüntü sabitləşdiricisi olan 50 megapiksellik əsas kamera həm foto şəkillərdə, həm də 4K 30 kadr sürətində çəkilən videolarda yüksək keyfiyyət göstərir. Onun yanında 5 megapiksellik ultra geniş bucaqlı və 2 megapiksellik makro kamera yer alır. Ön tərəfdə isə 12 megapiksellik yeni və daha təkmil selfie kamerası yerləşdirilib. Bu kamera geniş rəng diapazonu ilə qaranlıq məkanlarda daha yaxşı selfielər çəkməyə imkan verir. Ön kamera ilə də 4K keyfiyyətində videolar qeydə almaq mümkündür. Proqram təminatı sayəsində Galaxy A27 modeli qutudan Android 16 əməliyyat sistemi və One UI 8.5 interfeysi ilə çıxır. Samsung bu cihaz üçün 6 il əsas Android yenilənmələri və 6 il təhlükəsizlik yenilənmələrini alacağını vəd edir. Bu segmentdə olan bir cihaz üçün bu göstərici əla bir dəstək müddətidir. Telefon həmçinin Google'un Circle to Search, Object Eraser, Gemini Live kimi qabaqcıl süni intellekt funksiyalarını da dəstəkləyir. Hətta bütçəli modellərdə nadir hallarda gördüyümüz Samsung DeX dəstəyi də bu cihazda mövcuddur. Bateriya tutumu 5000 mAh olan telefon 25 Watt sürətli naqilli şarj texnologiyasını dəstəkləyir. Təhlükəsizlik üçün yan tərəfdə yerləşdirilmiş barmaq izi skaneri və Samsung Knox Valut qoruma sistemi mövcuddur. Telefonun mənfi xüsusiyyətlərindən biri cihazın suya və toza davamlılıq dərəcəsinin IP64 olaraq təyin edilməsi oldu. Yəni toz və su sıçramalarına qarşı zəif dözümlüdür. Galaxy A27 modelinin prosesorunu, dizaynını və uzun müddətli əməliyyat sistemi yenilənməsi almasını bəyəndim. Ekran çərçivələrini biraz daha kiçiltsəydilər daha gözəl olardı. Amma bu qiymət civarında olan bir model üçün göstəriciləri pis deyil. Və sizlər bu model haqqında nə düşünürsünüz? Sizcə almağa dəyərmi? Öz fikirlərinizi şərhlər hissəsindən paylaşa bilərsiniz.